Salam hörmətli izləyicilər. Bu günləri balacalarımızla su terapiyası eləyəcək. Daha doğrusu su üstündə kiçik oyunlar oynayacaq. İstəyirəm balacalarımız da sizi salamlasın. Salamlayaq. Salamlayaq. Salam eləyək. Raul sən də salam elə. Haldun sən də. Salam. Burada müxtəlif cür oyunlar oynamaq olar. Bunlardan birini bu günləri biz sizə göstərəcəyik. Balacalarımız üçün çox maraqlı olan. Yəni su ümumiyyətlə uşaqlar üçün çox sakitləşdirici, enerjinin azalması üçün bir terapiya növüdür. Biz istifadə edirik, adətən çox yaxşı effektini də görürük. İndi istəyirəm, bu balacaların düzdür, yaşları azdır, 2-3 yaşlarında olan uşaqlardır. Biraz dəcəllik eləməklərinə baxmayaraq çalışacaq oyunumuzu oynayaq. Biz eyniləşdirmə oyunu eləyəcəyik suyun içərisində. Bu oyun vasitəsilə biz həm onların intellektlərini inkişaf etdirmiş oluruq, həm də onlar üçün terapiyadır, sakitləşdirici xüsusiyyətinə sahibdir su terapiyası. İstəyirəm başlayaq yavaş-yavaş. Bu yumurtanın bir hissəsini açıram, iki tərəflidir və mən bunun bir hissəsini atacağım suya ki, onlar tapıb onu keçirtməlidirlər. Bir hissələri isə məndə qalır. Qalsın o. Burada yeni qırmızı. Sonra mavi toplardan birini atıram. Kubiklardan birini atıram. Qırmızı kubikin birini atıram. Yəni 2 dənə olan eyni ləvazimatları, əşyaları biz bunun içərisinə atırıq. İndi uşaqlarımız, mən tapşırıq verəcəm, onlar yavaş-yavaş tapmağa çalışacaqlar. Raul, bu kubikin eynisini tap. Oradan mənə qırmızı kubiki ver. Yox, burada. Aha, düzdür, ver. Aferin sənə, aferin. Gördüyünüz kimi balacamız tapdı. Fatih, bunu tap ver mənə. Bax, bunun içərisinə bax. Ay, sağ ol, ver mənə. Mənə ver. Aha, göstər orada baxaq. Kubikimizi tapdıq. Onu da qoyuruq bu tərəfə. Bahar, bu fiquru mənə tap hissəsini hardadır? Göstər ora baxaq, görə düz tapmışıq. Aha, gəl salağa görə keçir. Aferin sənə, Bahar da düzgün tapdı. Haydun, sarı topu tap mənə orada suyun içində. Burada harada var sarı top? Aferin, baxaq, sarı topu da tapdı. Haydun, aferin Hayduna. Baxırıq, Raul, qırmızını tap orada hanı? Yox, burada axtarırsan. Suyun içindəki. Ay, sağ ol. Sal bura, birləşdir. Aha, Raul gözlə. Qaqaş tapdı, o birləşdirəcəkdir. Aferin, gördüyünüz kimi yumurtanı birləşdirdi. Digər bir hissəsi qalan. Fatih, Raul, sən indi tapırsan. Bunu tapaq, hanı yumurtanın o birisi? Aferin sənə. İndi birləşdir bunu. Aferin sənə. Gördüyünüz kimi Fatih də yumurtanı birləşdirdi və beləcə biz bu oyunu yekunlaşdırmış oluruq. Uşaqlar üçün çox müsbət təsir edir, sakitləşdirir. Və gördüyünüz kimi balaca olmaqlarına baxmayaraq çox maraqla qulaq asdılar və çox maraqla da oynamağa çalışdılar. Demək olar ki, uşaqların intellektini inkişaf etdirir və onları terapiya edir. Siz də əgər evdə, yəni su vasitəsi ilə uşaqlarınızın əgər enerjisi çoxdursa, uşaqlarınızda hiperaktivlik varsa və yaxud aqressivlik, əsəbilik varsa, su üstündə oyunlardan istifadə edərək onların sakitləşməsinə səbəb ola bilərsiniz.